Salam əziz şagirdlər, biz bundan əvvəlki videomuzda modal sözlər haqqında danışmışdıq, amma modal sözlərin amonimliyinə qeyd etməmişdik. Ona görə bu videomuzda da danışaq. Deməli, modal sözlərin işlənməsində biz vergüldən danışırdıq. Amma vergülün işlənməsində ilk öncə bunu qeyd edim, sonra amonimliyindən danışaq. Bəzi modal sözlər var ki, onlarda vergüldən istifadə olunmur. Sanki güya, elə bil ki, güya ki, modal sözlərində vergüldən istifadə olunmur. Bilirik ki, modal sözlər cümlənin əvvəlində gələndə ondan sonra, ortada gəldikdə hər iki tərəfindən, sonda gəldikdə ondan əvvəl vergüldən istifadə olunur. Amma dilimizdə elə modal sözlər var ki, bu modal sözlər, bunlarda heç bir halda vergüldən istifadə olunmur. Sanki, güya, elə bil ki, güya ki modal sözləri cümlənin hansı hissəsində gəlməsindən asılı olmayaraq, onlardan əvvəl, sonra vergüldən istifadə olunur. Daha sonra danışaq modal sözlərdə amonimlikdən, yəni modal sözlərin digər küməsinin hissələrindən fərqləndirilməsindən. Dilimizdə elə sözlər var ki, onlar həm modal söz, həm də digər əsas və küməsinin hissəsi kimi işlənə bilir. Biz cümlə daxilində bunları necə fərqləndiririk? Elə sözlər var ki, onlar həm modal söz, həm də isim ola bilir. Məsələn, xülasə sözü həm modal sözdür, həm də isimdir. Daha sonra nəhayət sözü həm modal sözdür, həm də isimdir. Nəhayət. Biz bunları cümlə daxilində necə fərqləndiririk? Əgər modal sözlərsə, fikrə münasibət bildirir, danışan ifadə etdiyi fikrə münasibət bildirir və modal söz kimi vurğu birinci hecədə olur. Məsələn, deyirəm ki, xülasə bu işi yekunlaşdırar. Xülasə vurğu birinci hecədadır. Amma deyirəm ki, biz mətnin xülasəsini yazdıq. Deməli, həm isim kimi, həm də modal kimi çıxış edə bilir. İsim kimi deyirəm ki, mətnin xülasəsi, bu hadisənin xülasəsini mənə danış. Bu zaman vurğu sonuncu hecədadır. Amma modal söz kimi deyirəm ki, xülasə məsələni yekunlaşdırın, söhbəti yekunlaşdırın. Vurğu ilk hecədadır. Ona görə xülasə sözü həm isim, həm də modal söz kimi çıxış edə bilsə də, biz bunları amonim hesab edə bilmirik. Qaydaya əsasən bilirik ki, amonimlərdə nə olmalıdır? Deyilişi və yazılışı eyni olmalıdır. Yəni, vurğu fərqi varsa, həmin sözləri amonim hesab edə bilmirik. Nəhayət sözü də eyni qaydadan. Məsələn, deyirəm ki, nəhayət. Həmin gün, gözlənilən gün gəlib çatdı. Nəhayət. Burada həm vergüldən istifadə olunur. İntonasiya əsasən bunu müəyyən etmək mümkündür. Vurğu da ilk hecəyə düşür. Amma deyirəm ki, bu işin nəhayətini öyrənmək istəyirəm. Yəni, işin sonunu öyrənmək istəyirəm. Bu zaman isə vurğu son hecəlarda olur. Nəhayət. İşin nəhayəti deyəndə vurğu sonuncu hecəyə düşür. Bu zaman isə isim kimi çıxış edir və yenə də biz bunları amonim hesab edə bilmirik. Daha sonra dilimizdə həm sifət, həm də modal söz kimi işlənə bilən düzü, düzdür, daha sonra doğrusu, doğrusu, doğrudur. Daha sonra düzü, daha doğrusu düzdür yazdıq, düzü yazdıq. Şübhəsiz, şübhəsiz, sözsüz, yaxşı. Daha sonra doğrudan, doğrudan və s. kimi modal sözlər həm də sifət kimi çıxış edə bilir. Cümlə daxilində necə fərqləndiririk? Bilirik ki, modal söz fikrə münasibət bildirir. Heç bir suala cavab vermir. Cümlədə müstəqil cümlə üzvü olmur. Amma sifət isə bunun tam əksinə. Yəni, cümlədə müstəqil cümlə üzvü ola bilər. Daha sonra suala cavab verə bilər və s. Gəlin aydınlaşdıraq. Məsələn, deyirəm ki, düzü demək yaxşıdır. Düzü demək lazımdır. Nəyi demək lazımdır? Düzünü demək. Deməli, burada nə olacaq? Nəyi demək lazımdır? İsimləşmiş sifət olacaq. Cümlənin tamamlığı olacaq. Suala cavab verəcək. Amma deyirəm ki, düzü sənə inanmıram. Burada modal sözdür. Düzü sənə inanmıram. Bundan sonra vergül qoyuruq. Sənə inanmıram. Və suala cavab vermir. Düzü sənə inanmıram. Düzü suala cavab vermir. Sənə inanmıram. Cümlədə işlənməyə də bilər. Daha sonra deyirəm düzdür. Sənin dediklərin düzdür. Dediklərin tamamilə düzdür. Dediklərin necədir?
Düzdür. Burada oldu sifət. Amma desəm ki, düzdür. Sən gəlməliydin, amma gələ bilmədin. Burada modal söz kimi çıxış edəcək. Düzdür. Sən gəlməli idin. İdin. Burada isə nə etdi? Düzdür. Modal söz kimi çıxış etdi. Sənin dediklərin doğrudur. Burada sifətdir. Necədir? Doğrudur. Doğrudur. Mən sənə inanırdım. Burada isə modal sözdür. Doğrusu, mən sənə güvənmişdim, sənə inanmışdım. Amma deyirəm ki, doğrusunu demək hər zaman yalan danışmaqdan, şirin yalan danışmaqdan yaxşıdır. Burada da sifət kimi işlənir. Şübhəsiz insan, necə insan? Sözsüz insan, sözsüz kəlmə, sözsüz şeir, necə şeir? Yaxşı insan, yaxşı adam, yaxşı xasiyyət, necə? Sifətli suala cavab verir. Doğrudan insana ziyan gəlməz. Nədən? Doğrudan, doğru sifətindən çıxışlı halda işlənərək isimləşmişdir. Amma deyirəm ki, doğrudan o mənə inanacaqmı? İnanacaqmı? Mı? Burada doğrudan o mənə inanacaqmı? Burada isə modal söz kimi çıxış etmişdir. Daha sonra zərf və modal söz kimi çıxış edə bilən sözlər hansılardır? Zərf və modal. Burada daxildir müxtəsər, müxtəsər həm zərfdir, həm də modal sözdür. Həm zərf, həm də modal sözdür. Zərf kimi çıxış etdiyi zaman vurğu sonuncu hecada da olur. Məsələn, deyirəm ki, o müxtəsər danışdı. Necə danışdı? Müxtəsər, suala cavab verir, müxtəsər, vurğu son hecaya düşür. Amma deyirəm ki, müxtəsər, bu işi yekunlaşdırın. Müxtəsər artıq getmək vaxtıdır və s. Burada isə nə olacaq? Müxtəsər, vurğu ilk hecadadır və modal sözdür. Daha sonra yaxşı sözü, yaxşı. Deyirəm, yaxşı bəsdir, artıq yekunlaşdır. Burada modal sözdür. Yəni, ümumiləşdirmə bildirirsə, yaxşı, dərs oxumaq vaxtıdır. Yaxşı, artıq dərs bitdi. Burada oldu modal söz. Amma sifət kimi, zərf kimi suala cavab verə bilir. Məsələn, yaxşı insan desəm, sifətdir. Yaxşı oxuyur desəm, zərfdir. Yaxşı amonim hesab oluna bilər. Çünki vurğu fərqi yoxdur. Yaxşı. Yekunlaşdıraq. Amma digəri isə, yəni, sözdür bu. Müxtəsər sözü, bundan əvvəl izah etdiyimiz nəhayət sözü, xülasə sözü isə vurğu fərqinə görə fərqləndiyi üçün bunlar amonim hesab oluna bilməz. Daha sonra elə sözlər var ki, həm feildir, həm də modal sözdür. Bəs bunlar necə fərqləndiririk? Deməli, həm feil, həm də modal söz. Məsələn, deyirəm ki, deyəsən, düzdür, deməli, demə, demək, görünür və s. Bir sözlə həm feil, həm də modal söz kimi işlənə bilən sözlər var ki, bunları necə fərqləndiririk? Yenə də bir qayda olaraq bilirik ki, modal sözlər fikrə münasibət bildirir, amma feil isə hərəkət bildirir. Deməli, hərəkət icra olunursa, deməli feil. Hərəkət deyilsə, deməli modal sözdür. Hərəkətdən söhbət gedirsə də bilirik ki, bütün feillər nə edə bilirik? Dəstəkdə və inkarda işlədə bilirik. Əgər inkarlıq qəbul edə bilərsə, inkarlıq məzmununda daşıya bilərsə, bu zaman feil kimi işlənə bilər. Məsələn, deyirəm ki, deyəsən, o gələcək. Deyirəm, bu sözü, bu sirri ona deyəsən. Gərək sən bu sirri ona deyəsən. Cümlələrimizə baxsaq, diqqət etirsək, görərik ki, deməli, gələcək. Kim o? Aha, deməli. Deyəsən, burada nədir? Modal sözdür, yoxsa feildir? Hərəkət burada demək feildən söhbət getmir. O gələcək. Deyəsən, sadəcə fikrə münasibət bildirir.
Həm də deyəsən, biz bunu inkarda işlətməklə də yoxlaya bilərik. Deməyəsən o gələcək. Burada modal söz kimi çıxış etdiyi üçün təsdiqlə inkarda işlənə bilmir. Bu sirri gərək ona deyəsən, bu sirri ona deməyəsən. Burada bax, görürsünüz, həm deyəsən, demək feilindən söhbət gedir. Həm də bu sirri ona deməyəsən, burada inkarda da işlədə bilirik. Deməli, burada olur feil. Digərində isə olur, deyəsən, modal söz. Daha sonra digər feillərdə eyni qayda ilə, məsələn, deyirəm ki, görünür, dağın başında qar görünür. Bir də deyirəm ki, dağın başında qar görünmür. İnkarda işlədə bildiyim, həm də orada qar görünür. Görmək feilindən söhbət gedir. Bu olacaq feil, cümlə özüdür, cümlədə xəbərdir, suala cavab verir, nə edir? Görünür. Amma deyirəm ki, görünür, bizi aldatdı. Bizi aldatdı. Burada görünmür, bizi aldatdı. İnkarda işlədə bilmirik, bizi aldatdı. Burada görünür, fikrin mənbəyini bildirən, güman, şübhə bildirən modal sözdür. Görünür. Bu zaman ondan sonra vergüldən istifadə edəcəyik və yaxud da ki, deyəsən o gələcək modal söz olduğu üçün cümlənin əvvəlində gəlir və ondan sonra vergüldən istifadə olunur. Sonra düzdür, deyirəm ki, bu kitabları şkafa düzdür. Burada icbar növü kimi işlənir, kitabları düzdür. Bir də deyirəm ki, düzdür, o gəlmədi, bizi aldatdı. Deməli, burada olacaq modal söz. Bir də biz onu sifət kimi işlədə bilirik. Sənin dediklərin tamamilə düzdür. Daha sonra qoşma və modal söz kimi işlənə bilən sözlər var. Deməli, burada daxildir məncə, bir də əsasən. Məncə, bir də əsasən. Deməli, qoşma və modal söz kimi. Deməli, əsasən modal söz kimi işləndikdə, əsasən cümlədə işləndikdə hər iki tərəfindən vergül qoyuluq. Məsələn, deyirəm ki, o əsasən deməli, riyaziyyatı sevir. Baxaq, deməli, burada o əsasən riyaziyyatı sevir. Hər iki tərəfindən vergül qoyuluq. Çünki modal sözdür. Cümlənin ortasında gəlib. O əvəzliyin işlənməsinə baxmayaraq, burada vergüldən istifadə edirik. Çünki o əvəzliyində köməkçinin hissəsi gələrsə qoyulmur, amma modal söz gələrsə qoyulur. Qaydanı burada da xatırlayın. Amma desəm ki, qoşmadır, bu zaman yönlü halda olan sözə qoşulur. Məsələn, onun dediklərinə əsasən, yəni görə mənasında istinad bildirir. Onun dediklərinə əsasən onlar çatırlar. Burada isə nə oldu? Əsasən qoşma oldu. Onun dediklərinə əsasən istinad məzmununu bildirdi. Daha sonra məncə qoşma kimi işləndikdə, məncə və modal söz kimi işləndikdə deyirəm ki, məncə o gələcək. Burada məncə modal söz. Məncə fikir mənbəyini bildirir. Amma deyirəm ki, onun məncə savadı yoxdur. Məncə savadı yoxdur. Burada mən əvəzliyi və üstəgəl cacə qoşması kimi işlənə bilər. Onun cacəni qədərlə əvəzləyiriksə, onun mən qədər savadı yoxdur. Deməli, burada nə olacaq? Cacə olacaq qoşma. Əvəzlik üstəgəl qoşma. Amma digərində isə bütövlükdə ədat kimi, daha doğrusu modal söz kimi çıxış edir. Deməli, modal sözlərin amonimliyi dərs mövzumuz bu qədər. İnşallah hər birimiz üçün faydalı oldu. Fikirlərinizi yazmalı. Hansı mövzuları bizdən dinləmək istəyirsiniz, öyrənmək istəyirsiniz, izahımızda hansı mövzuları görmək istəyirsinizsə, bunları da rəylərdə yazıb bizimlə paylaşa bilərsiniz. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.